Salam. İndi sizinlə arzu və niyyət meditasiyasını edəcəyik. Bu elmi bir meditasiyadır. Dünyada milyonlarla insan bu meditasiya ilə maddi arzularına çatıb. Arzulara çatmaq üçün ən qısa yol onu canlandırmaq və inanmaqdır. İstənilən arzunu meditasiyalarla tezləşdirmək mümkündür. Bir şərtlə ki, bu arzu sizə məxsus olsun, başqasının zərərinə olmasın və faydalı olsun. Kvant sahəsindən öz arzumuza uyğun qərar, doğru yol, cavab, enerjisi ala bilərik. Bütün küsü problemi, qorxunu kənara qoyun, hər kəsi unudun. Özünüz üçün sakit və rahat yer seçin və əyləşin. Tam rahat pozanızı alın. Onurğa sütununuza diqqət edin ki, düz olsun. 10 dəfə nəfəs alıb verəcəyik və şuurunuz sakit, təmiz olduqda, həyəcan, narahatlıq olmadıqda kvant sahəsi ilə əlaqə və titreşim yaranacaq. Tam rahat əyləşin. Qollarınızı yana rahat qoyun. Və biz hər nəfəs alıb verdikcə sən olduğun yerdən ayrılıb xüsusi dalğaya keçəcəksən. Hər nəfəs verdikdə təsəvvür et ki, bədənindən ağırlıq, gərginlik, narahatlıq necə çıxır, səni tərk edir. Hər şeyi burax. Diqqətini boyun və çiyinlərinə yönəlt. Hiss et, onlar necə həm ağır, həm də yumşalmış olur. Bədənin digər hissələrinə, ayaqlarına doğru gedərsən. Nəfəsini al və nəfəsini verməyə başla. Nəfəsini al və nəfəsini ver. Nəfəs al və dərindən nəfəsini ver. Nəfəs al və nəfəsini yavaş-yavaş burax. Hər nəfəs alıb verdikcə bədəninin yumşaldığını hiss elə. Hiss elə qarnın, kürəyin, budların, ayaqların, əllərin hamısı rahatlanır. Bədənin sanki yumşalır. Əzələlər, gərginlik tamamilə boşalır, yüngüllənir. Sanki bədənin dərin bir boşluğa ağır-ağır düşür. Nəfəs al və nəfəsini ver. Bədəninə rahatlamağa icazə ver. İndi isə 5-ə qədər sayacağam. Hər saydıqca dərin, aram, eyni dərəcədə nəfəsini al, ver və tam özünü təslim et. 1 2 3 4 5 Nəfəsini al və nəfəsini ver. Hiss elə, ruhun bu sakitlikdə, bu vəziyyətdə sanki əriyir. Ruhun bədənlə eyni dalğadadır. Nəfəsini al, nəfəsini ver. İndi isə təsəvvür et ki, qarşında ağ, süd kimi parlaq bir işıqdan cığır yol açılır.
ağ, süd kimi parlaq bir yol. Təsəvvür və gətir. Hiss elə bu yolu, təsəvvür elə. Bu işıqlı yol səni arzularınla qovuşacağına yerə aparacaq. Bu yol yaxşı bilir ki, səni hara aparmaq lazımdır. Ona güvən. Orada səni mələklər, ilahi işıq və ali ruhun gözləyir. İndi bu anda aydınlan. Hiss et ki, sonsuz, əbədi ilahi enerji mənbəyinə doğru yol alırsan və onunla birləşirsən. Ayağını bas və bu işığın izni ilə getməyə başla. Hər addımını atdıqca, irəlilədikcə, sanki başının üstündən meh kimi ilahi şəfa enerjisi əsir. Ağ işıq saçlarını oxşuyur. Sən onu qulaqlarının yanından hiss edirsən. Və sənə bu sözlər çatdırılır. Narahat olma. Mən sənin problemlərdən qoruyuram. Narahat olma. Mən sənin arzularını bilirəm. Sən mənim mühafizəmdə, rəhmətimdəsən. Mən həmişə sənin yanındayam. Bu yolda, hər addımında belə mən səninlə yanaşıyam. Sən həmişəlik təhlükəsizlikdəsən, qorumadasan. İndi isə tam əminlik hiss eləyin və hiss eləyin ki, bu əminliklə gedirsiniz, addımlayırsınız, gedirsiniz. Və hiss edin ki, qarşınızda bu enerji çığırı, işıq seli genişlənir. Böyük bir sahədə daha enli, dairəvi bir sahəyə çevrilir. Təsəvvürünüzə gətirin. Daha böyük bir sahəni hiss eləyin, işıqlı sahə olduğunu görün. Siz ora çatırsınız, ora yaxınlaşırsınız. Burada ağ işıq daha çoxdur, daha boldur. Bura daha istidir, daha enerjilidir. Burada siz artıq arzularınızın canlandırılmasına və niyyətinə keçirsən. Hələ ki, dəqiq, vacib bir arzu, bir həyat sahəsini, bu an sənə lazım olanı canlandıracaqsan. İşığın səni tam bürüdüyünü təsəvvür et. Bu sahədə tam təslimiyyətin həzzini hiss et. Burada heç kim yoxdur, heç bir problem yoxdur, heç bir söz yoxdur. Şuurun, ağlın daha aydın, daha sakitdir. İndi isə mənimlə birgə təkrarla. Mən sakitəm, mən rahatam, mən yaxşıyam. İndi isə müəyyən məqsədinizi tutun və fikrinizi ona cəmləyin.
Məsələn, yeni iş, bəlkə yeni ev, bəlkə ailə, uşaq, bəlkə hansısa əşya, sağlamlıq, əmək haqqı və s. Cəmi birini seç. Nəzərində birini tut, hansı arzu niyyətinin yerinə yetməyini istəyirsənsə, onu düşün və onu düşündükcə qarşında böyük bir işıqlı ağ kürə təsəvvür et. Şar kimi təsəvvür et. Bu şar sənin arzunun ekranı olacaq. Bütün təsəvvürlər orada olacaq. Təsəvvür elə o şarı və bu şar səndən bir neçə addım, bir qol qədər aralı məsafədədir. Təsəvvür elə o şarı. Və o şarı təsəvvür etdikcə, indi isə ona tədricən işığın dolduğunu hiss elə, o şarın böyüdüyünü hiss elə. Böyük və işıqlı şarı hiss elə, təsəvvür elə. Və o şarın içində arzunun reallaşdığı kimi təsəvvür elə. Təsəvvür elə ki, sənin arzun reallaşıb. Bax, sən özünü orada təsəvvür elə və o arzunun yerinə yetdiyini gör. Bax, gör. Sən orada necəsən, necə görünürsən? Arzun xaricdən, daxildən necə görünür? Necə hiss olunur? Bütün varlığınla onu hiss et. Təsəvvür elə, hiss et, orada sən hansı geyimdəsən, necəsən? Sənin arzun necədir? Necə olursan sən orada? Ora haradır? Bütün xırdalığına qədər təsəvvür et. Təsəvvür elə ki, ona toxunanda necə olursan? İndi daha da ətraflı təsəvvür et. Bu arzu var, reallıqdır. Orada nələr yaşanır? Təsvir et. Kimlər var orada? Bu arzu olduqda sən, ailən, atan, anan, həyat yoldaşın, dostların nə hiss edir? Bu arzunun reallığında onlar nə edir? Sənə nə deyir? Sən nə deyirsən? Bunları hiss eləmək, bunları görmək kollektiv şuuraltıya keçirmək üçün vacibdir. Bu arzun olduqda sənin günün necə keçir? Təsəvvür elə. Bu arzun reallaşsa sənin günün necə keçəcək? Daha da detallarla, ən xırda incəliyə qədər obrazları hiss elə. Arzunun olduğu bu reallıqda səslər, qoxular, rənglər necədir? Tam dəqiqliklə hiss elə. Bu an hisslərin daha da aydındır. Təsvir et. Bu arzuların yaşandıqda sevinç, razılıq, xoşbəxtlik, sakitlik, hüzur, əminlik, arxayınlıq hissi necə olur?
və bunları təsvir etdikcə, gördükcə o şar daha da işıqlanır. O işıqdan enerjisindən sanki ağ günəş kimi döyünür, böyüyür və xoş istilik yayır. İndi isə o şarın sənə yaxın gəldiyini təsəvvür elə. Təsəvvür elə ki, o şar sənə yaxınlaşır və hiss elə ki, bütün bədəninə, ürəyinə, şuuruna, şuuraltına keçir və səni bürüməyə başlayır o şar. Bütün bədəninə, şuuruna, şuuraltına hopur. İcazə ver. İcazə ver. O arzunla bağlı canlandırdıqların, sənə aid olanlar bütün fiziki, zehni, bədəninə, aurana dolsun. Səni bu yüklənmə ilə bir qədər baş-başa qoyuram. Fikrini başqa yerə yönəltmə. Təsvir elə, hiss elə, duy. Gör necə olursan, duy, hiss elə. İki dəqiqə sənə imkan verirəm ki, bunları hiss eləyəsən. Nəfəs al ver və şükranlıq hiss elə, minnətdarlıq hiss elə. Necə sən bu arzunun yerinə yetdiyi anda özünü xoşbəxt hiss eləyirsən, rahat hiss eləyirsən. Minnətdar ol, təşəkkür elə. İndi isə yavaş-yavaş həmin o işıqlı yolla geri qayıtmağa başlayacağıq. Geri dönməyə başla və qayıtmağa başla. Qayıtdıqca ilahiyə şükr edərək və işıq seli ilə, işıq surəti ilə, minnətdarlıq hissi ilə olduğun otağa, evə, yerə yenə qayıt. 3-ə kimi sayacağım və 3-ə çatdıqda gözlərini aç. 1, 2, 3. Gözlərini aç. İndi isə ayaq və əl barmaqlarını tərpət. Bu xoş vəziyyətdə bir dəqiqə də qala bilərsən. Bu gün ərzində meditasiyadan qaynaqlanan hiss və enerjiyə fikir ver. Növbəti meditasiyada görüşənədək.